Hamı Bakıda, Azərbaycanda hamı bilirsən necə kişisən, düzdür? Turacın sözü, bir dəqiqə qulaq as. Turacın sözü ilə sən durub burada özünü nəsə sübut elətdirməyə çalışırsansa, lazım deyil. Sən kişi oldu, bir dəqiqə deyən, sən kişi olduğunu bilirsən, maşallah, şükür Allaha da sözümü də demişsən hər yerdə. Sən heç kimi vecibə almırsan, heç onun sübutuna da ehtiyac yoxdur. Yəni bəzən elə insanlarla davi eləmək lazım ki, o insan sənin kalitəvə uyğun olsun. Əgər o sənə uyğun deyilsə, bir dəqiqə deyən, bizim haqqımızda da çox şeylər danışılır. Heç biz onların adını çəkmirik. Heç onlara heç aidiyyəti qurumlara belə müraciət eləmirik. Çənə var, boş-boş danışırlar. Sən də heç nəyə vecivə alma. Sən durub Turacın sözü ilə işimi bağlayacaqsansa, sən də zəif xarakterli bir insansan. Amma mən səni ilk gün tanıyandan deyirəm ki, gör necə güclü xarakterli bir insandır ki, nələrisə əldə eləyib. Güclü xarakteri olan insan çıxıb canını açıb, onun sözünü, o elə bir şey danışanda sən deməli ki, boş danışır, adboy eləyərin telefonu, yatardın. Heç sən o vecivədə alma. Biz necə ki vecivə, ora bax. Biz ona vecini almırdıq. Sən də özünə gəl. Sən kişi kimi hamı tanıyır. Heç nəyə vecivə alma. Əsas odur ki, tanıyan tanıyır. Onun sözü ilə də durub sən heç nəyə vecivə alma. Get, rahatça işini gücünü gör. Heç onu onun psixologiyası pozluq insandırsa, onu heç polisə belə müraciət etmək lazım deyil. Sən sakitcə get, çörəyi qazan, sevilirsən. Şükür Allaha, biz də yeri gəldi sənin canlıyı alırıq, dəstək də oluruq. Sən də bizlə danışırsan, söhbət edirsən. Hər zaman da belə hörmətli qal. Bizim də sənə hörmətimiz, saygımız çox yüksəkdir. Səni də tanıyan tanıyır. Öpürəm hələlik. Hə, düz deyir. Katya nə dedi? Düz dedi kanka, valla. Yəni bilirsən necədir Veliz abi, mən səndən canlıya qoşuluramsa, sadəcə deyib güldürüyü, söhbətimiz tutur, maraqlıdır da. Yəni zarafatlar... İnanırsan ay Rəhman, bax, bu qədər kütlənin içində o gün biri gəldi mənə ana bacı söydü, bəyək biri gəlir ilə pey ilə başlayabilir. Yəni kanka boş ver. 60 min nəfəri söyür də. Burası ay kanka, burası sanal bir platformdur. Kim nə deyir desin. Yəni sən özünü, şəxsiyyətini bilirsənsə, ailən səni tanıyırsa, kim nə deyir desin. Boş ver. Yəni inan Allaha, yəni onu versən belə, əgər ağzından deyirsən ki, psixoloji... Tanımayan insanlar var ay Veliz abi. Ay kanka, baba, tanıtın da özünü. Bax sana bir şey diyeyim, ağzından deyirsən ki, psikolojisi sorunlu bir insandır. Hadi diye verdin. O ne olacak ki? Psikoloji sorun bir insana ne neyəcəklər? Yəni onun özü deyir ki, mən psikolojim bozuğam. Yəni takılma, onun dediğinden inanmayacaklar ki. Belki onun da ağzından çıktı. Belki o da onu ya iş demək istəmirdi. Kütlənin gazına geldi dedi. Yani olabilir kanka, boş verin ayol. Barışın Allah aşkına, sanal bir platform. Ay kanka, yarın bak 2 saat 3 saat burada yayın açıram. Valla bağlayandan sonra kim ne dedi unuduram. Yani burası sanat bir platformdu. Boş ver kim ne deyir desin Allah aşkına ya.